Bismillahirrahmanirrahim. Gördüğünüz bu Türkiye qaz peçidir, Fakir adlı. Bunun hem çaxmağının altındaki kömür xarab olub. İnşallah ki onu təmir edəcəyik. Həm də gördüyünüz bu məhsul. Bu indi bilmirəm. Xırdada bir şey olsa, yani iş rejimi çox böyükdür. O işə peçi, işə salan budur. İndi bunun içində ta bilmirəm, nə məhsul var, nə məhlul var, nə maye var, nə qaz var, bilmirəm ta bunu mən. Heç adını da bilmirəm. Sadəcə olaraq ta bunlardan məlumatımız var. Dedik bəzi mövzuları çəkək. İnşallah ki, hər kəsə yardımcı olaq. Bu gördüyünüz kimi uzundur, bəziləri xırda olur. Biz bunu dəyişdik. Amma tabi çox uzun idi. Biz xırda ilə əvəz elədik. Burada yerləşir. Bu görürsən xarab olanda o gərginliyi saxlamır. Saxlamadığına görə də tez-tez peç sönür. Bunu düzəltdik. Əsas ikinci bir məsələ, bax gördüyünüz budur. Biz bunu başı xarab olmuşdu. Çünki bunun içində sim var və bunu biz kəsdik, buradan atdıq. Kəsəndən sonra bax belə bir simdir, kömürün içində olur. Bunu istəyilən ki, belə nazofla ilə qəşək paskürtənlə təmizləyin, bu qəşək olsun. Sonra bunun burada rezbası var. Gördüyünüz kimi bax bu rezbanı inşallah ki saldınız bura rahat. Bax belə biraz bulun qəşək keçsin onun içinə. Bazen biraz çətin də olsa bunu bir kəlbatınla tutun ki qoy qaşmasın qəşək. Aha bax bu cür. Çünki o içindəki sim var. O simi sayılən ki çox xarab eləməyin. Gördüyünüz kimi bunu saldın ki bura. Salandan da sonra bunun özünün kömürü var. Bax budur. Bunu qəşək buradan salırsan. Salından sonra biraz tam formada itələcəksin dibə. Bundan da bir balaca belə çəkib qoy. Tam otursun yerində ki tərpənməsin. Və salam. Düzəldi. Bunun burada özünün yeri var. Salarsan bura. Və salam. Ondan sonra çaxmağımız inşallah ki işləyəcəkdir. Allah'ımıza kömək olsun. İnşallah ki bizlərə də dua eləməyi unutmayın. Bismillahirrahmanirrahim. Gördüyünüz kimi kömürün təmir elədik, saldıq yerinə. İndi bunu yandıracağıq. Demək bu düymə, o iki dənə düymə var. Bunu sıxarsan, sıxandan sonra bu çaxmağı vurarsan, İnşallah ki yanacaqdır. Gördüyünüz kimi yandı. Yanandan sonra alı buraxsan çaxmaqdan, ana xətti açırsan, bax gördüyünüz kimi qaz yandı. Salam bu qədər. Yəni elə qədər, o qədər də sıxıntısı yoxdur. Sadəcə bir bazı diqqət eləmək lazımdır ki, o kömürün bəzən başı xarab olanda o yanmır. Bu da şam halətidir. Belə bu qalsın şamda lazım olan vaxtı yandır. Ya da ən gözəldir, çıxar sonra yandır. Bu qədər. Allah sizləri qorusun.